Qeyd edim ki, artıq iclas başa çatıb və iclasda Azərbaycanın baş naziri Əli Əsədov da çıxış etdi. Mən xüsusilə vurğulamaq istəyirəm ki, onun çıxışında əsas aksent məhz orta dəhlizə vuruldu ki, biz bilirik, əgər söhbət Avrasiyadan gedirsə, Avropa və Asiyanı birləşdirən orta dəhlizin əhəmiyyətindən danışmamaq mümkün deyil və Azərbaycan bu aspektdən ən xüsusi rola malik ölkədir məhz Avrasiya məkanında. Qeyd edeyim ki, Avrasiya Hökumətlər Arası Şurasının iclasının gündəliyində sənaye və aqrar sənaye kompleksinin maliyyə dəstəyi, inteqrasiya olunmuş informasiya sisteminin inkişafı, həmçinin nəqliyyat infrastrukturu və bir çox digər iqtisadi 19 məsələ dayanırdı ki, bütün məsələlərin müzakirəsi baş tutdu. Bütün baş nazirlərin çıxışını biz dinləyə bildik. Qeyd edim ki, bütün iştirakçılar baş nazir səviyyəsində təmsil olunurdu. Yeganə baş nazir səviyyəsində təmsil olunmayan ölkə Ermənistan idi ki, Ermənistanın da baş nazirinin müavini video müraciətlə çıxış etdi. Tədbirdə xatırladım ki, bu il Belarus Avrasiya İqtisadi Birliyinə sədrlik edir və bu sədrliyi çərçivəsində sözü gedən Şuranın iclası da bugün Minskdə Belarus Milli Kitabxanasında keçirildi. Görüşün sonunda bir sıra sənədlər imzalandı. İqtisadi sahəni əhatə edən söhbət Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrdən, dövlətlərdən gedir. Təbii ki, amma geniş tərkibli görüşdə təkcə iştirakçı dövlətlər deyil, həm də müşahidəçilər və tərəfdaş ölkələr iştirak edirdilər ki, onlardan biri də məhz Azərbaycan idi. İndi isə biz iclas bitdikdən sonra nümayəndə heyətlərinin çıxışlarını görürük. Həmçinin beynəlxalq medianın nümayəndələri, bir çox medianın nümayəndələri burada müsahibə üçün gözləyirlər. Mənim isə buradan çatdıracaqlarım hələlik bundan ibarətdir. Minskdən baş nazirin Minskə işgüzar səfərindən verdiyimiz məlumatlar bundan ibarətdir. Təbii ki, ana xəbərimizdə bununla bağlı xüsusi reportajımız da olacaq. Hələlik isə sözü sizə mərkəzi studiya ötürürəm. Buyurun.